Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Özbəkistan Dövlət Konservatoriyasından ölkəmizə səfər edən professor müəllim heyəti iştirak edib. Çıxış edənlər bildiriblər ki, belə görüşlər Azərbaycan və Özbəkistan musiqiçiləri arasında yeni əlaqələrin qurulmasına və mövcud əməkdaşlığın daha da inkişafına şərait yaradır. Görüş çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblı çıxış edərək tədbirə xüsusi rəng qatıb. Eyni zamanda ölkəmizin qonaqları özbək musiqi nümunələrini təqdim edib, tələbələrlə birlikdə ifalar səsləndiriblər. Özbəkistandan gələn böyük sənətkarlarımızın, professorların və onların tələbələrinin bizim bu gözəl muzeydə qədim musiqi alətləri ansamblının ifasında olan musiqilərlə qarşılayaq, pişvaz edək və eyni zamanda da onların gözəl musiqilərini dinləyək, ritmlərini, intonasiyalarını dinləyək və maraqlı belə bir musiqi mübadilası olsun. Konsertdə Əbdülqadir Mərağayının Hüseyn bəstə, Naxçıbəstə əsəri, Vayişkaz rəngləri, şur rəngi və çargah rənglərindən ibarət musiqiləri ifa etmişik. Çox xoş gündür. İnşallah ki, yenə belə görüşlər olar. Biz Özbekistandan geldik. Özbekistan Dövlət Konservatoriyasının bir qrup Özbəkistan Dövlət Konservatoriyasının bir qrup müəllim və tələbələri ilə Bakıya gəldik. Çox illərdən bəri davam edən bu dostluq münasibətləri çərçivəsində bu il Azərbaycana gələrək çox gözəl tədbirlər və konsertlər keçirtdik. İndi isə növbəti belə tədbirlərdən birindəyik və burada Özbəkistanın zəngin milli mahnılarını böyük qürurla ifa etdik.